Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqa Savalan massivində məktəbə yaxın və şəxsi tikili 4 sot torpaq sahəsinin üzərində inşa edilir. Yəni kəmərinə qədər, betonuna qədər yəni istifadə olunub. Şəxsi tikilidir qardaşımız, özü üçün tikib. 3 otaq, 1 mətbəxdir, kommunallarına qədər var və sənəd bələdiyyədir. Qiymət 98 min manat, 107 mindən 98 minə enib. Reallıq olarsa bir balaca da endirim olar. İnşallah etinə tanış edək sizlərə, evin ön hissəsini göstərək sizlərə. 110 kvadratdır. Sağ hissəsini təqdim edin, zəhmət olmasa. Burada torpaq sahəsi qoyulub. Əlavə bir dənə həyətdə balaca sanuzeli var. Evin sağ və sol hissəsinə rahat bir şəkildə keçidi var və hündür ərazidədir. Yer olaraq da hündür ərazidədir. Giriş hissəsini də təqdim edəcək sizlərə. Burada da padval hissəsidir. Buradan da bir dənə giriş hissəsini verək. İnşallah izləyicilərimiz izləsinlər. Bu hissədə də fikir verin. Torpaq sahəsi qoyulur və qapının girişindən, giriş hissəsindən daroşka sıx, yəni maşın üçün qoyulur. Bir dənə yalnız işıqlandırma yoxdur. İndi kim də istəsə işıqlandırmasını qoya bilər. Yerdən də ən azından belə deyək də büyük 3-4 harası bir 6 daş, 7 daş kürsülüdür. Keçək içərinin inşallah təqdimatına. Buradan da zəhmət olmasa bir dənə giriş hissəsini verin. Ve keçək içərinin təqdimatına. Geniş bir koridoru var, stili kombidi və ilkin olaraq bu hissəsini təqdim edək sizlərə. Yataq otağını təqdim edək. Sonra zal hissəsini təqdim edək. Səliqəli evdir, yəni 110 kvadratdır, həm də şəxsi tikilidir. Burada da var bir geniş otağımız var, bunu da göstərək sizlərə. Və mətbəx hissəsini keçək. Və sanuzel hissəsini təqdim edək. Sanuzel demək olar ki, hamısı hazır deyil, vəziyyətdədir. Və qeyd etdiyimiz kimi dəyərli izləyicilərimiz, Məşləqa Savalan massivindədir, hündür bir ərazidədir. Məktəbə də yaxındır, marşruta da yaxın. 4 sot torpaq sahəsinin üzərində inşa edilib, şəxsi tikili 110 kvadratdır. Bir zal, 3 yataq, bir mətbəx, sanuzeldən ibarət sənəd bələdiyyə kommunallarına qədər var və qiymət 107 mindən endirilib 98 min manat. Liralda olarsa, inşallah biraz da cüzi indirim olar və səhifəmizi izləsin. Məşləqa Əmlak Əməkdaşları və Rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.